Salam, hər kəsin hər vaxtı xeyir olsun. Bugün aprel ayının 3-ü 2026-cı il tarixi. Goranboy rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin Hyundai markalı texnikası Goranboy rayonunun Tapqaraqoyunlu kəndini su ilə təmin edən su kanalına sel sularının gətirdiyi çirkab, lil və qum çıngırlarından təmizləyir. Görürsünüz, hal-hazırda iş gedir ərazidə. Yenə qeyd etdiyim kimi, aprel ayının 3-ü 2026-cı ildir. Və bu arada mən fürsətdən istifadə edib rayon rəhbərliyini, Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəhbərliyinə kənd sakinləri adından təşəkkür edirəm. Çox sağ olsun, vaxtında bəli. Bizim su kanallarının təmizlənməsini, sel sularından eyni zamanda kəndin qorunmasını vaxtında öz nəzarətində saxlayır. Hal-hazırda görürsünüz, texnika bəli, ərazidə işləyir.